Bir problem oldu, hər hansısa bir problem, su daşdı və ya su gəlmir və ya yüksək voltaja qalxdı və istilik çox yüksəldi və istilik çox aşağı düşdü. Bu əsnada bizə bir siqnal gəlməsini istəyirik və bu siqnal həm işıqlı, həm də ki, səsli bir şəkildə bizə ötürülsün istəyirik. Bu zaman bu cür pano üçün səsli və işıqlı buzzerlardan istifadə edirik. Funksiyası o qədər çox deyil, rahatlıqla anladacaq, qoşulma necə olmalıdır, buzzerımızdan necə səs çıxır, necə işığı yanır, hər biri haqqında deyəcək indi. Elə isə başlayaq videomuza. Bu buzzerlarımız 220 ilə işləyir. 220 voltda 20 milliamper yük çəkir. Və Çin istehsalıdır. Panolara və yaxud da ki, hansısa bir düz səthə montaj üçün nəzərdə tutulub. Üzərində səs dalğası işarəsi var və qırmızı və dəlik-dəlikdir. Dəliklər olma səbəbi səsin çıxması üçündür və qırmızı açıq şəffaf üstünün olması isə işığı görmək üçündür. Və arxasında bu cür bir burğu sistemi var. Bu burğu sistemi ilə hansısa düz səmtdə və yaxud da ki, panomuza montaj eləyə bilərik rahatlıqla. Arxada adapter sistemi və tam arxasında isə qoşulma var. Nol faza fərqi yoxdur burada qoşulmamızda. Qoşulma üçün biz burada istifadə edəcək bir ədəd şəbəkə naqilindən. Gördüyünüz kimi. Nol faza dediyimiz kimi fərqi yoxdur qoşulmamızda. Sadəcə arxada şurup girişlərindən naqillərimizi tuturup bir tornavida vasitəsilə də bağlantımızı edirik. Bağlantımızı etdik, artıq panomuza və yaxud da ki, hansısa bir düz səthi rahatlıqla montaj eləyə bilərik və bizə siqnal şəklində bir mesaj göndərəcək. Şəbəkəmizə qoşduğumuz zaman artıq dövrəmiz tamamlanır. Çox qəribə bir ciyiltili səsi var, adamın biraz qulağını cingildədir. Mikrofona nə qədər yansıyır bilmirəm, ola bilər səs filtrəsindən biraz aşağı düşər. Amma boyuna görə kifayət qədər yüksək bir səsi var. Yaxınlıqda olan bir insanların diqqətini cəlb eləyə bilər. Xəyal gücümüzdən asılıdır, artıq bunu haralarda istifadə edirik, bizə nə cür bir mesaj lazımdır. O mesajları bu buzzerdan təşkil eləyə bilərik. Çox işlək bir şeydir, qiyməti də onsuz 3-4 manat civarı olur. Ucuzdur, rahatlıqla ala bilərsiniz hazır şəkildə, yəni əlavə heç nə əlavə etmədən bir səttimizə montajda mümkündür. Yəni hansı bir dövrə qurmağa artıq ehtiyac yoxdur. 3-4 manat verirsiniz, bu bazardan alırsınız, işinizi görürsünüz. Videomuzu izlədiyiniz üçün çox təşəkkür edirəm. Əgər videonu və ya kanalımızı bəyəndirsəz, kanalımıza abunə olmağı, videomuzu bəyənməyi unutmayın. Çoxlu yorum yazın, zövqə görə, istəyə görə təkliflərinizi bildirin. Yorumlarınıza cavab verirəm. Hər birinizi çox sevirəm. Gələcək günlərdə daha aydınlıq sabahlarda görüşənədək.